Bismillahirrahmanirrahim. Bəli, artıq 20-ci gündür ki, İbrahimoğulları bu yayımdan istifadə edir. Onlar üçün Qurandan açılıb öyrədilənləri Allahın izni ilə, Allahın yardımı ilə ölçməyə çalışır. İnsanlarla, yəni bizi dinləyən, bizə qulaq asan kəslərlə. Allah bu işdə hamımızın köməyi, yardımcısı olsun. Allah bizi bu işdə xətadan, qüsurdan, günahdan, yəni Allah yoluna səhv çəkməkdən, Allah yoluna əyrilik etməkdən çəkindirsin. İmkan verməsin ki, bu işimizdə şeytan bizim bu xeyirli addımımıza, savab işimizə xələl gətirsin. Bunu əyri halda, yəni bu işə əyrilik etsin. Bu işdə Allah dinində səhv çəksin. İnşallah mən də bugünkü çıxışa Bəqərə surəsindən, yəni dünənki qaldığımız yerdən 81-ci ayədən Allahın izni ilə davam edəcəm. İnşallah duaları edək, Rəbbimizdən diləyək. Rəbbimiz sənin iznin, sənin yardımın, sənin isminlə başlayıq mübarək Quranın çevirməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtar güzərinə, sən özümüzə arxa, vəkil bilib sənə təvəkkül etməyə. Dilimizi daima sənin zikrin, sənin şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizə nicat verər cəhənnəm əzabından. Bağışla, rəhm etsən, rəhm edənlərdən yaxşısan. Qəlbimizdən kini, qüdrəti, paxıllığı, təkəbbürlüyü, sənə xoşuna gəlməyən şeyləri silib atmaqda bizə kömək et. Nəfsimizi, ruhumuzu, canımızı, əqlimize tabi etməkdə bizlərə yardım et. Və ən gözəl nemətinə sənin yolunda ölüm, şəhadət məqamına yetişməkdə bizlərə yardım et. Bir daha Rəbbimiz sənin isminlə, Bismillahirrahmanirrahim. İnək surəsi 81-ci ayə. Bəli, kim kəsb edərsə pislik və əhatə olunarsa onunla xətaları onun, həmin onlar o da sahib olanlardır. Onlar onda həmişəlikdirlər. 82-ci ayə. O kəslər ki inanırlar və salih əməl edirlər, həmin onlar cənnət sahibidirlər. Onlar onda həmişəlikdirlər. Bəli, Allah öyrədir bizlərə bu ayətlərdə ki, günah, pislik edib, xəta edib, o günahdan çəkinməyən, o günahdan islah olunmayan kəslərin o günahları, o xətaları əhatə olunar, əhatə edər onları. Həmin onlar cəhənnəm oduna sahib olanlar, yəni belələridir, həmin onlardır. Ancaq Allah buyurur, o kəslər ki inanarlar, Allaha iman gətirərlər, salih əməllər edərlər, yəni etdikləri əməlləri islah edərlər. Hansı ki, o günahlar, o xətalar, o pisliklər ki, bundan əvvəl edirdi, onların islah olunmasına, o əməllərin islahına çalışarsa, həmin onlar da cənnətə sahib olanlardır. Ki, orada həmişəlikdirlər, daimidirlər. Allahın haqq vədinə görə. Yəni, bundan öncəki ayətlərdə Allah bizlərə öyrətdi, Rəbbimiz öyrətdi ki, İnsanlardan var ki, kitablar yazırlar əlləri ilə. İnsanları Allah yoluna güya hidayət etsin. İnsanlara güya Allahın doğru yoluna hidayət etmək üçün. Allah onlara biraz elm verdikdən sonra bu Qurandan həmin insanlar təkəbbürləşir. Həmin insanlar o elmin onların öz səyləri, öz
zəhmətləri bahasına əldə olunduqlarını güman edir. Hər bir kəs o xeyri, o bərəkəti öz nəfsindən, özündən görür. Özünü ilahiləşdirir, nəfsini ilahiləşdirir. Allahı unudur, Allahdan uzaq düşür. Dünya pərəst olur, dünyada bu yazdıqları əsərlərlə tanınmasını, o əsərlərlə nüfus sahibi olmasına çalışır. Əslində isə bu insanlar Allahdan uzaq düşüb, Allah unudub şeytana tabi olur, şeytanın istəklərinə, şeytanın vəsvəsəsinə tabi olur. Özləri də bilmədən. Çünki bu insan öz nəfsini, öz istəyini ilahiləşdirir, öz elmini ilahiləşdirir, özünü Allahdan ağıllı hesab edir, özünü Allahdan üstün hesab edir ki, əli ilə Allahın Quranı ola kitablar yazır, əli ilə əsərlər ortalığa çıxardır ki, güya insanları bu mübarək Qurandan daha doğru hidayət edər. Güya Allah, sanki Allah acizdir öz bəndəsinə, həmin bu alimlər, həmin bu müştəhidlər, həmin bu dini əsərlərin sahibləri, dini kitabların, fitvaların, hökümlərin sahibləri özlərini Allahdan ağıllı hesab edirlər. Allahdan qüdrətli hesab edirlər. Allah ise buyurur, kim ki Allah'ın nazil ettiğiyle hükmetmeye, həmin onlar kafir olanlardır, həmin onlar zalimlərdir, həmin onlar fasik olanlardır. Bəli, həmin onlar Allah'ın düşmənləridir. Allah da buyurdu, bu kəslər əlləriyle kitap yazırlar, sonra Allah tərəfindəndir, söyləyirlər bu kitaplar, bu yazılar, bu hükümlər, bu fitvalar, həmin onların yazdıklarına göre Allah deyir, vay olsun. Çünkü o yazdıkları eserler, o yazılar, o kitaplar, onlar ona hak hesap etmeseydiler, onlar onu Kur'an'a tay karar vermeseydiler, onun tebliğine, ondan tedris olmasına insanların çalışmazdılar. Bu onu ele söylenmekle, bunu üzerinde qəti ısrar ederek durmakla bunlar bir daha sübut edirlər ki, bəli, bunlar onu Allah'tan olduğunu, hak olduğunu söylemek, yani söylüyorlar, bunu təsdiq edirlər. Ancaq təəssüflər olsun ki, insanlar aslında Kur'an'a tabi olan, Kur'an əhlizlərini hesab eden kəslər, o alimler bu ayəni okuyup, yani bu 79. ayet ki var, bunu okuyup doğru düzgün bilmir. Bunu önceki kitaplarda təhrif olunan, önceki kitaplara təhrif eden kəslərə aid edirlər. Yani Tövratı, İncili ki ixtilaf etdilər, təhrif etdilər, Allah'ın kəlamlarını, hükümlərini. Sanki Kur'an'ı kesmiş bir tarihi hadiseye çevirirler. Kur'an'ı qədim bir əsatirə, keçmişin əvvəlkilərin əsatirinə, nağıllara bənzədirlər. Yani buradaki okuyan, söylenen, tilavat olan ayet həmin o kəsə yox, ondan öncəkinə aiddir. Bəli, əgər bu günləri, bu zamanda, bu dövrdə mən də Allah'ın bu Kur'an'dan mənə öyrədiləni, bizlər üçün açılıb öyrədiləni öz nəslimdən çıxış edərək əlimlə kitab yazım, mənim üçün açılıb, mənim üçün öyrədiləni və insanlar arasında Kur'an'ı yox, onu təbliğ edim, ona çağırım insanları deyim, nə var ki burada? Bəli, bu da ayədir, bu da ayənin məzmunudur, təfsiridir. O zaman bəli, mən də həmin o zalimlərdən, fasiklərdən, kafirlərdən olaram.
O zaman bəli, Allah da mənim yazdığıma görə mənə vay edər, yəni vay söyləyər ki, vay olsun sənə ki, əlinlə yazı yazmışsan, vay olsun sənə ki, bu dünyada ona görə nəsə kəsb etmək istəyirsən, nəsə qazanmaq istəyirsən bunun müqabilində. Bəli, bizim buna haqqımız yoxdur, çünki Allah söylüyor ki, bir bəşərə yaraşmaz ki, Allah ona elm versin, yəni Allah ona hikmət versin, kitab versin, nəbilik versin, yəni Allah'tan xəbər verməklik, xəbər söyləməklik versin. O isə desin, Allahı kənara qoyun, mənə tabi olun, mənim dediklərimə, mənim yazdıqlarıma tabi olun. Yəni özünü bu insanlara ağa, insanlara böyük, insanlara hidayət edən, insanlara yol göstərən kimi qələmə versin. Onun sözü ilə minlərlə insanlar məhvə sürüklənsin, zəlalətə, azğınlığa sürüklənsin. Onun fitvası ilə, hökmü ilə insanlar şeytanı kənara qoyub aşkar düşmənimizi, Adəm oğullarının aşkar düşməni olan şeytanı kənara qoyub bir-birinə düşmən kəsilsin, bir-birinə ədavətli, bir-birinə paxıllıq, həsəd etsin. Yəni Allah adamına, həqiqi Allah adamına, Allah'tan qorxan kəsə bu sözləri söyləmək, bu hərəkətləri, bu əməlləri etmək yaraşmaz. Ona görə də Allah 81-ci ayədə buyurdu ki, həmin o kəsb edən günah, o pisliyi, o xətaları edən kəs o xətalarla, o günahla, o pisliklərlə əhatə olunur. Həmin onların yeri, məkanı cəhənnəmdir, oddur. Orada onlar həmişəlikdirlər. Ancaq kimlər ki, indən belə bunu haqqı eşitdikdən sonra, haqqı şahid olduqdan sonra iman getirərsə Allaha, yəni bu etdiyi əməllərdən tövbə edərsə, qayıdarsa, Allaha iman getirib bu etdiyi əməlləri islah edərsə və çalışarsa ərzdə salih əməllər, islah olunmuş əməllər edə, ərzin islahına çalışa, bəli, həmin onları Allah buyurur ki, həmin onlar cənnət sahibləridir, cənnət əshabıdır. Onlar orada həmişəlikdirlər. 80-ci ayə. Və onda aldıq söz İsrail oğullarından ibadət edəsiniz ancaq Allaha və valideynlərlə yaxşılıq və yaxınlara və yetimlərə və miskinlərə və din insanlar üçün yaxşılıq, qalxın islahata, əta edin zəkatı, sonra döndünüz ancaq azı sizdən və siz üz döndərənsiniz. Bəli, Allah İsrail oğullarından aldığı ant kimi bu günləri bizlər üçün də, bizdən də andı alır. Bizlər də andı alır ki, bizlər yalnız Allaha ibadət edək. Çünki Allaha əhd veririk, söz veririk ki, biz sənin bəndənik. Biz yalnız sənin yardım istəyən, sənin istəyənlərinik. Sən özün bizi doğru yola yönəlt. Nimət verdiklərinin yoluna, qəzəbə düçar olmayan, zəlalətdə olmayanların yoluna. Ona görə də çalışmalıyıq ki, Allaha ibadətimizdə bir kəsi Allahımıza, Rəbbimizə şərik qərar verməyək. Bu şərik və qərar vermək dedikdə hansısa bütü, hansısa ağacı, hansısa daşı, hansısa əşyanı deyil. Bu həmçinin aiddir o alimlərə də. Bu dünyadakı alimlər, istər keçib getmiş, istər indiki hal-hazırki, istər o dində olan başçılar, təriqət, məzhəb başçıları, hər hansısa müştəhid, yaxud öz nəfsimizi, öz istəyimizi
Yani Allah'a şərik qoşmadan ibadət etmək, məxlusanə, səmimi olaraq Allaha qarşısında bütün vəçimizi, varlığımızı Allaha təslim edərək ibadət etməkdən söhbət gedir. O zaman biz Allaha, yalnız Allaha ibadət etmiş olarıq. Bütün varlığımızı, vəçimizi Allahımıza təslim etməklə, Allaha, axirət gününə iman gətirməklə, Allahın haqq Qur'anına şək etməməklə, bu Qur'anın hidayət edən olmasına, yalnız bu Qur'anla hidayət olmağımıza şübhə etməməklə, o zaman biz Allaha təslim oluruq. O zaman biz vəçimizi, varlığımızı Rəbbimizə təslim edirik. Yəni bütün ehtiyaclarımızda, bütün çətinliklərimizdə, bütün Rəbbimizdən olan sınaqlarda, imtihanlarda yalnız Allahı vəkil veririk. Yalnız Allahı şəfa edən şəfayətçi qəbul edirik. O çətinliyi, o sınaqdan yalnız Allahımızdan diləyirik yardımı və Rəbbimizdən də gözləyirik. Rəbbimizdən də Rəbbimizin rəhmətini umuruq. Və Allah buyurur ki, valideynlərlə yaxşılıq edin. Valideynlərə, yaxınlara, yəni Allaha yaxın olan kəslərə, yetimlərə, miskinlərə və insanlar üçün yaxşı sözlər, yaxşı işlər söyləyin. Və ayağa qalxın islahata və əta edin zəkatı. Yəni Allah islahata, əməllərimizin islah olunmasına, paklanmağımıza çağırır. Bizlərdən Allah bu əhdi alır ki, bəli, bizlər insanlar arasında islahatı yerinə yetirək. Digər tərcümələrdə bu qalxın islahata, yəni qiyam edin islahata, əqimüs sələt, bunu namaz qılın kimi, bu şəkildə ki, tərcümə olunur, ərəb dilindən bu şəkildə çevrilir bizim dilə. Elə əksəriyyət insanları da bu çaşdırır. Əksər insanlar da namaz qılmaq dedikdə gündə 5 vaxtda qalxıb, yuyunub, təmizlənib, Allah qarşısında səcdə rükü etməklə Allaha inanan kəsin əməlinin bitmiş hesab olduğunu, Allaha ibadətin bitdiyini, Allaha ibadətin tamamlandığını güman edirlər, zənn edirlər. Yalnız bizim tərcümələr bunu islahat kimi, yəni qalxın islahata, ayağa qalxmaq, islah olunmaq üçün, qiyam etmək islahat üçün, yəni budur çevrilir. Yəni bu islahat böyük bir məhfumdur. Bu islahatın içərisində həm valideynlərə yaxşılıq var, yaxınlara, yetimlərə, miskinlərə yaxşılıq var, bütün insanlara qarşı rəhimli, mərhəmətli olmaq var. Fərqi yoxdur dinindən, irqindən, məzhəbindən, millətindən, xalqından asılı olmayaraq bütün insanlara Allah yaxşılıq etməyi əmr edir. Yəni Allah islahat üçün ayağa qalxmaq dedikdə o şeytani əməllərdən, o şeytani düşüncələrdən, fikirlərdən təmizlənməyi, paklanmağı bizlərə buyurur. Əgər mən 5 vaxtda qalxıb səcdə rükü edib, bunun ardınca kənar qıraq, yəni kənar dində olan insanları demirəm, öz dinimə mənsub, yəni mənim də hesab edək ki, Peyğəmbər, Rəsul qəbul edədiyim Məhəmməd əleyhissalamdır. Digər təriqətdə, məzhəbdə olan kəsin də Peyğəmbəri, Rəsulü Məhəmməd əleyhissalamdır, hesablarına görə, gümanlarına görə. Mənim də, onun da əlimdə Quran var. Mən də ibadət edirəm ki, Allaha, yəni namaz qılıram, o da namaz qılır. Və ibadətlərimizi
bitirdikten sonra kalkıp birbirimizi kanına qaltan ediriksə, eğer biz bu ibadetten, bu namazdan sonra kalkıp yeryüzünde fitne fesat törədiriksə, insanlara zulmə məruz qoyuruqsa, haqsızlıq, ədaletsizlik ediriksə, bunun özü bu kəslərin ibadətlərinin nədən ibarət olduğunu bizlərə aşkar göstərir. Çünki bu insanları Allah bizlərə göstərməklə bu insanların bəli, yalnız Allaha ibadətlərinin namaz qılmaqdan ibarət olduğunu, bu insanların islahatının olmadığını, bu insanların əməllərində islahatın olmadığını, islah olunmuş əməllər etmədiklərini Allah bizlərə göstərir, sübut edir. Ancaq Allah islahata dəvət edir. Allah heç bir vaxt zülm etməməyi, zalim olmamağı, insanlara daima yaxşılıq etməyi, daima islah olunmuş əməl etməyi, daima pak olmağı, təmiz olmağı, yalnız və yalnız Allah'a ibadət etməyi əmr edir. Ona görə də Allah'a sonsuz şükürlər olsun. Burada İsrail oğullarından aldığı ant, o söz ki var, bu insanlar vaxtilə bundan üç çevirirlər. Burada Allah buyurur ki, sonra siz döndünüz, bunun ardından ancaq sizlərdən az bir qismi, az bir hissəsi istisna olmaqla, yəni çünki siz üz döndərənsiz. Bu günlərdə, bu zamanədə də biz buna şahidik ki, Allahın bu Quranından insanlar necə üz çevirir, Allahın tövsiyələrinə, əmrlərinə, hükümlərinə əməl etmir, itaət etmir. İnsanlar arasında yaxşılığı deyil, insanlar arasında pisliyi, insanlar arasında düşmənçiliyi, ədavəti ortalığa çıxardır. Ərzin islah olunmasına deyil, fəsad olmasına, orada fisk, fücurun ortalığa çıxmasına bu insanlar çalışır. Ona görə də Allaha sonsuz şükürlər olsun ki, hər bir zamanda, yəni belə bir hadisələrin, belə bir ədalətsizliyin, haqsızlığın baş verdiyi, Allahın unudulduğu, Allahdan başqalarına ibadət olunduğu bir zamanda onlarda qaldırdığı kimi Allah öz rəsullarını bu zamanədə də, bu dövrdə də Allah seçdi, bir dəstəni qaldırdı ki, insanlara Allahın bu haqqını, həqiqətlərini söyləsin, Allahın hökümlərini, əmrlərini insanlara söyləsin, ərzdə ədalətin, insafın bərpa olunmasına çalışsınlar. Səksən-dördüncü ayə və onda götürdük sözünüzü. Tökməyəcəksiniz qanınızı və xaric etməyəcəksiniz nəfsinizi diyarınızdan. Sonra qərarı aldınız bir halda ki, siz şahidsiniz. Səksən beşinci ayət. Sonra siz bunlarsınız ki, qətl edirsiniz nəfsinizi və xaric edirsiniz sizdən olan firqəni diyarlarından. Zühur edirsiniz üzərinə onların günahla və ədabətlə. Əgər gətirirlər sizə əsirləri, fidyə edirsiniz onlara və o haramdır üzərinizə sizin onları xaric etmək. İnanırsınızmı kitabın bəzisi ilə və edirsiniz küfür bəzisi ilə? Və cəzası kim fəaliyyət edərsə bunu sizdən ancaq rüsvayçılıqdır dünya həyatında. Və qiyamət günü qaytarılacaqlar tərəfinə şiddətli əzabın və Allah əməllərinizdən qafil deyil. Bəli, Allah bu günləri də bu əlində Quran olan, özünü Quran əhli hesab edən kəslərdən də o andı aldı, o sözü aldı ki, ərzə qan tökməyin. Nəfsinizi diyarınızdan, yurdunuzdan xaric etməyin.
Bəs necə olur ki, insanlar, bu mezhepler, bu təriqət başçıları insanları bir-birinə düşmənçiliyə, ədavətə, kin-küdurətə dəvət edir. Ona təhrik edir. Niyə bu insanlar axı bir təriqət, bir mezhebi qanına qəltan edir? Allah buyurur ki, qan tökməyin ərzdə. Allah buyurur ki, onları yurdundan, yuvasından xaric etməyin. Bəli, bu günləri bu insanlar özü də Ərəbistanda, bu ərəb dilində nazil olan Quranın məkanda, o dövrdə, o zamanda ki, yəni o yerdə ki, Quran nazil olub ərəb dilində, o danışan insanların dilində, ərəb dilində danışan insanların dilində ki, nazil olub bu Quran. Əslində hamıdan yaxşı bu insanların gümanına görə, yəni bizim millət, xalqın, millətin içərisində ki, iddia edirlər ki, gərək ki, bizlər Quranı bilək, Quranı, ərəb dilini bilək, ərəb dilində Allahımıza ibadət edək. Ərəbləri ilahiləşdirir, ərəbləri Quranın sahibi hesab edirlər. Bəli, Allah bugün də, bu dövrdə, bu zamanədə bizim üçün, biz İbrahim oğullarına bir dəlil verir bunları. Bir sübut verir ki, ya Allah öz rəsullarının, nəbilərinin sözünü haqq etsin. Ki, bəli, buyurun, baxın, Liviyasına baxın, Suriyasına baxın, Misir'ına baxın, Ərəbistanına baxın, Əfqanistanına, Pakistanına, İranına, Türkiyəsinə. Baxın. Baxın, görün, bu ərəb dilində danışan ərəblər bir-birlərini necə məhv edirlər, necə qırırlar. Məgər o Allah bu ərəblərdən o andı, o sözü almadı mı ki, ərzdə an tökməyin, bir-birinizin yurdundan, diyarından xaric etməyin. Söyləyirlər bugün, minlərlə insanlar Suriyanı tərk edir, ölüm qorxusundan başqa ölkələrə, digər ölkələrə qaçırlar. Əgər bu insanları oradan xaric edən, o insanların qanını tökənlərdən Allah ahd almadı mı, and almadı mı? Onlardan söz almadı mı? Əgər bunlar müsəlman, onların söylədiyi ki, müsəlman deyirlərmi? Bunlar müsəlmanlar söyləyirlər, qardaşdırlar bir-birinə. Hesab edirlər 1 milyarddan çox müsəlman var yer üzündə. Yəni, bəli, Allah bizə öyrədir ki, Allahın hökmlərinə, Allahın əmrlərinə itaat etmək lazımdır. Allahın söylədiklərinə qeyd şərtsiz, şək şübhə etmədən boyun əymək lazımdır. Allaha verilən sözə, Allaha verilən əhdə sadiq olmaq lazımdır. Və Allahımız bütün bunlarla bizdə öyrədir ki, yalnız və yalnız Allaha ibadət edib. Nümunəni, ibrəti bu Qurandan, Allahın hökmlərindən, Allahın hekayətlərindən bizə ki söylüyor. Bu hekayələr, bu hədislər, haqq olan hədislər ki söylüyor. O nümunəni, o ibrəti və Allahdan öyrənməklə həqiqi Allah adamı olmaq olar. Həqiqi inanan olmaq olar. Həqiqi ərzdə islah edən kəslərdən olmaq olar. Bu müsəlmanların o rəhbərləri, o başçılarıdır ki, bu insanları bir-birinə qırdırır. Bu firqələrə, məzhəblərə, dinlərə bölünməklə, parçalanmaqla. Onların yetişdirdiyi, onların tərbiyə etdiyi bu insanlardır ki, Allahın bu əhdini unudur. Allahın bu əhdindən üç çevirir. Bu əhdi, bu sözü İsrailoğullarına aid edir.
Yəni əgər Allah İsrailoğullarına qan tökməməyi, insanları yurdundan, yuvasından didərgin salmamağı əmr edibsə, bu bugünə də aiddir, bugünə də şamildir. Yəni bunu Allah Teala bizim üçün bir nağıl olaraq söyləmir, bunu söylüyor ki, hər bir inanan, Allaha inanan, əməlini islah edən kəs bu əməllərdən bir nəticə çıxarsın. Əvvəlki bizdən öncə gəlib gedən kəslərin hadisələrindən, onların başına gələn hadisələrdən bir ibrət götürsün, nümunə götürsün. Yəni bu günlərdə bizlər çalışmalıyıq ki, doğru düzgün o nümunəni götürək Rəbbimizin öyrətmələrindən, bu Qurandan. Bizlər bir-birimizi qətlə yetirməyək, bir firqələrə bölünüb, məzhəblərə, təriqətlərə bölünüb, bir-birini yurdundan, diyarından xaric etməyək, bir-birimizə qarşı günahla, ədavətlə gəlməyək, bir-birimizi əsirə çevirməyək, bir-birimizi alçaltmaq, bir-birimizə məhv etmək niyyəti güdməyək. Hələ Allah da burada buyurur ki, siz kitabın bəzisinə inanırsınız, bəzisinə küfr edirsiniz. Bəli, o insanlar da, o düşmənçilik edən, o qan tökən insanlar da, bugünkü o əllərində Quran olan kəslər də iddia edirlər ki, Qurana inanırıq. Quranın bəzisinə inanırlar, bəzisinə isə küfr edirlər, bəzi ayətlərini qəbul etmirlər. Bu ayətləri məsələn oxuduqda bu insanlar öndəkilərə, əvvəldən gəlib getmiş kəslərə aid edirlər. Ona görə də bu Allahın bu öyrətməsindən doğru düzgün ibrət almırlar, nəticə çıxartmırlar. Əgər Allah bu öncə gəlib gedənlərdən haqqında söylədiklərindən doğru düzgün nəticə çıxartmış olsaydılar, bu günləri ərz islah olunmuş olardı. Bugün vəzifə üçün, hakimiyyət üçün, torpaq üçün, dövlət üçün minlərlə, milyonlarla müsəlman bir-birinin qanını axıtmazdı. Ona görə də Allah namaz qılmağı yox, islah etməyi əmr edir. O islahatın içində bəli, Allaha səcdə var, rükü var. Allah qarşısında qiyama durub, Allah qarşısında qalxıb Allahdan diləyiş var, yalvarış var. Ancaq bu insanlar namaz qılmaq adı ilə o 5 vaxtda Allah olan ibadət, il ərzində bir dəfə oruç tutmaq, Ramazanda, bununla bu insanlar əməllərini, Allah qarşısında olan öhdəçiliklərini bitmiş hesab edirlər. Allah isə daima islah olunmalı. Çünki o islahın sonu yoxdur. O islahat insan bu dünyadan köçənə kimi, Allah ona vəfat bağışlayana kimi islahat davam edir. Çünki insan daima günahın, küfrün içindədir. Küfürsüz, günahsız, xətasız yalnız Allahdır. Elə bir insan, elə bir kəs, elə bir Allahın seçilmişi yoxdur ki, günahdan uzaq olsun, xətadan uzaq olsun. Şeytan daima onu günaha, xətaya, qüsura sövq edir. Daima çalışır ki, inananlara qarşı, inananları hardasa xətaya sürükləsin, inananları azdırsın, zəlatə salsın. İnananlara qarşı daima ədavətdədir, düşmənçilikdədir. Daima hazırdır ki, inananı Allahı yad etməkdən, Allahı zikr etməkdən yayındırsın. Dünya həyatı ilə, dünya ilə başını qataraq, bu dünyanı gözəl cilvələndirərək. Allah da bəli buyurur burada ki, həmin o kəslər, bu əməllər edən, bu pis əməllər sahibi olan kəslər qiyamətin günündə şiddətli əzaba məruz qalarlar. Çünki Allah buyurur, onların əməllərindən qafil deyil, Allah xəbərdardır.
Çünkü Allah daima bizimlədir. Allah bizim əməllərimizə şahiddir. Allah bizləri eşidir, görür. Allah bizim qəlblərimizin belə nəyi bizlərə vəsvəsə etdiyini, qəlblərimizdən belə nələr keçdiyini bizdən yaxşı bilir. 86-cı ayət. Həmin onlar o kəslərdir ki, müştəridirlər həyatına dünyanın axirətlə və xəfif olmaz onlardan əzab və onlara yardım olunmaz. Yəni Allah belələrini, bu günləri Allahın dinində bu cür ixtilaflar törədən, Allahın ərzində fitnə fəsad törədən, ərzin fəsada uğranmasına çalışan kəslərin dünyanı alıb axirəti verdikləri, yəni dünya ilə axirəti dəyişdiklərini söyləyir bizlərə. Və həmin o kəslərin də əzabdan uzaq olmayacaqlarını, onlara əzabın xəfif, yüngül olmayacağını, onlara heç bir kəsin yardım etməyəcəyini söylüyor. 87-ci ayət. Əlbəttə əta etdik Musaya kitabı və onun ardından göndərdik bir-birinin ardınca rəsullarla, onun ardından göndərdik bir-birinin ardınca rəsullarla və əta etdik Məryəm oğlu İsa'ya bəyanatları və möhkəmləndirdik onun ruh ilə Qüddüsün və hər dəfə ki gəldi sizə rəsul nəfsinizin istəyi olmayanla təkəbbürlük mü etdiniz? Bir firqəsini yalancı saydınız və bir firqəsini qətl etdiniz. Belə Allah Musa ilə səlama kitabını əta edir, Tövratını, və söylüyor ki onun ardınca bir-birinin ardınca Rəsullarla göndərdik. Rəsullarla o kitabı, o Tövratı göndərdi. Bu günləri insanlar Muhammed Aleyhisselam'dan sonra, Kur'an nazil olduktan sonra daha Allah Resullarının, Allah'ın Nəbilərinin gəlməyəcəyini, daha Muhammed Aleyhisselam'la tüm Resulların, Nəbilərin sonunun çatdığını, yəni daha yeni bir Resul, Nəbi, Allah'ın seçilmişinin gəlməyəcəyini iddia edirlər. Allah burada bizlərə öyrədir ki, əgər Musa Aleyhisselama kitab verilibsə, onun ardınca Resullarla o kitab göndərilib. O gələn Resullar, yəni İsa Aleyhisselama qədər İncil nazil olan, Allah'ın salamı olsun, İsa Aleyhisselama qədər ki, o müddət ki var, o dövr var. O dövrdə insanlar yaşadı. O dövrdə Musa Aleyhisselam'dan sonra o insanlara, o ümmətlərə Resullar gəldi. Məcər o Resullar öz nəfslərindən, öz istəklərindən mi gəldilər, danışdılar? Hayır, onlar Allah'ın Tevratı ilə, Allah'ın hak kitabı ilə. Çünki Allah buyurur ki, biz kitabı miras qoyduq sizə. Seçilmiş bəndələrimizə, seçdiyimiz bəndələrimizə miras qoyduq. Ki Allah'ın risaləsi təbliğ olunsun, Allah'ın kitabı təbliğ olunsun. Məcər bu kitab Musa Aleyhisselam'a aid idi, Tövrat. İsa Aleyhisselam'a aid idi, İncil. Onda elə ibsəli o vaxtda da bitərdi də. Musa Aleyhisselam'a kitab verirlərdi, onunla da bitərdi. Xeyr, insanlar daima çalışıblar ki, Allah Resullarına qarşı hissət çəksinlər. Ərzdə, yer üzərində Allah'ın Resullarının mövcudluğuna son qoysunlar. Yəni Allah bunu öyrədir bizlərə ki, bir dəstəsini, bir firqəsini yalancı sayırsınız, bir firqəsini qətl edirsiniz. Allah istəyir, bəli, daima ərzdə Resul olsun, elçi olsun. Hər bir dövrdə, hər bir zamanda. Ancaq insanlardır bunu istəməyən. Allah'tasa məcburiyyət, zor yoxdur, ikrah yoxdur. Allah istədiyi vaxt seçir, qaldırır. Ancaq Allah istəyər ki, Allah görmək istəyər ki, daima insanlar arasında Resul olsun.
Çünki bu rəsulluq ardıcıllıqla getməlidir, bir-birinə bağlı olaraq. Çünki Allahın dəstəsi, Allahın seçdiyi o ümmət vasitə bir ümmət olur. Onda ara kəsmə, onda qırılma olmamalıdır. Lakin insanlar çalışırlar ki, bu silsiləni, bu davamiyyəti qırsınlar, bu silsilənin, bu davamiyyətin qarşısını alsınlar. Və Allah da buyurur, rəsulların ardı-arası kəsilən bir dövrdə göndərdik öz rəsulumuzu sizə ki, deməyəsiniz ki, bizə nə bəşarət verən gəldi, nə də nəzərə çatdıran gəldi. Yəni Allah daima insanların arasında Allah Rəsulunun, nəbisinin olmasını, Allahın haqq ayətlərinin, hökmlərinin söylənməsini istəyir. Çünki Allahın Rəsulunun ümmətdə olması, o ümmətin ədalətdə, insafda olması deməkdir. O insanların zülmdən, haqsızlıqdan uzaq olması deməkdir. Bu günləri bəli insanların qarşısında sədd çəkməklə, Allah Rəsullarının varlığını son qoymaqla bu insanlar, yəni Muhammed Əsəmdən sonra bu keçən dövrdə ki, hər gələn Allah Rəsullarının seçilmişlərini yalancı saymaqla, onları məhv etməklə, qətlə yetirməklə insanlar bugünkü o fitnə fəsadı, zülmü, ədalətsizliyi bərqərar edirlər ərzdə. Bu fisk fücuru ortaya gətiriblər. Ərzdə haqsızlıq, zülm baş alıb gedir. Bunun da ən başlıca səbəbi bəli insanlar arasında Allahın Rəsulunun, Allahın bəyanatının, aşkar bəyanatının olmamasıdır. Yəni o Rəsul ki, Allahın aşkar bəyanatını söylüyor. İnsanlar Allahın Rəsuluna qarşı çıxmaqla Allaha qarşı çıxırlar. Allahın Rəsullarını təksib etməklə Allahı təksib edirlər. Ona görə də Allaha sonsuz şükürlər olsun. Bəli, Allah necə ki Musa Aleyhisselam'dan sonra o kitabla, o Tevratla Resullar göndərdi. Musa Aleyhisselam'a, İsa Aleyhisselam'a, Məryəm oğlu İsa'ya bəyanatlarını verməklə, onu öz müqəddəs ruhu ilə qüvvətləndirməklə Allah göndərdi. Ondan sonra da Resullar qaldırdı. Bugün də Muhammed Aleyhisselam'dan sonra insanlara Allah seçir o kitabının vasitəsilə, o Quranın vasitəsilə. O kəs ki Allahın bu seçiminə doğru düzgün olur, o kəs ki Allah'tan aldığı ilhamı, vəhiyi Allah'tan bilir. Yalnız Allah'a şükür edir, Allah'a təşəkkür edir. Ərzdə ağalıqdan, böyüklükdən, hökmranlıqdan qaçır, insanlara ağalıq etməkdən qaçır. Bu aldığı Qurandan elmi, hikməti birbaşa Allah'tan olduğunu bilir. Təkəbbürlü yetmir, özünü bəyənmir, özünü elmli saymır. Bu kəs ki bilir ki, bəli, bir anda Allah verdiyini alar, ona tam yəqinliyi olur. O kəs təkəbbürlükdən uzaq olar. O kəs həqiqi Allah adamı olar. Allah'tan qorxan olar. Yəni belə kəslərə Allah öz elmini, öz hikmətini daha da artırır. Yəni bu əməlləri etmək elə onun özünün Allaha şükr etməsi, minnətdar olması deməkdir ki, əgər Allah bunu veribsə bizlərə, bizlər Allah'ı yad edirik, özümüzü yox. O elmi, o hikməti Allah'tan bilirik, özümüzdən, öz çalışmamızdan, öz qabiliyyətimizdən yox. Bizim öz elmimizdən, öz bacarımızdan yox. Belə olan halda Allah artırır, daha da artırır. Ancaq var ki insanlar ki Allah verir, Allah'ın Quran'dan alır o elmi, o vəhyi, ancaq sonradan
Allah'ın nazil ettiği kimi bir kitap nazil etmesini. Yani nazil etmek vacip değil ki nazil etsin. Eliyle yazıp ortalığa kitap çıkartması, Allah'tan olması, iddia etmesi, Allah'ın Kur'an'ına tay bir kitap olmasını iddia etmektir. Yani belə bir kəsi Allah o verdiyini alır. Artıq onun için Allah artırmır. Allah onun için vermir. O ilhamı, o öğretmeni, o açılışları. Çünkü Allah'ın sınavıdır. Bu elm de, Allah'ın hikmeti de bir sınavdır ki. Allah bununla sınıyor ki bu insan şükreder yoksa nankör olur. Eğer şükrederse Allah buyurur artıraram öz fəzlimi, öz nimetimi. Eğer küfür ederse Allah'ın ihtiyacı yoktur alemlerde. Yani eğer küfür ederse o insan öz nefsine, özüne karşı küfür etmiş olur. Özü özünü günaha, azgınlığa, zelalete, zülmete salmış olur. Yani Allah'a sonsuz şükürler olsun ki Allah bunları öğretir bizlere. Ki bizler böyle Allah'ın bu nimetini daima yad edək. O nimeti ki Allah alemlerden bir kimseye ata etmeyip İbrahim oğullarını seçip kaldırıp fəzilətlidir bu alemler üzerinde. Bunu ancak ağıl sahipleri görer. O fəziləti, o məqamı, o dereceni Kur'an'dan ilmi olanlar. Həqiqi ağıl sahipleri o məqamı, o dereceni görə bilərlər. Bu nə özünü tərifləməkdir, nə özünü bəyənməkdir. Bu Allah'ın seçimidir. Və hər bir kəsə də aiddir bu. Hər bir kəs də o seçimi seçməkdə, o məqama çatmaqda ixtiyar sahibidir. Yəni Allah hər bir kəsə bu işi, bu əməli, bu məqama çatmağa çalışan, bu əməli edib həqiqi Allah'a inanan olmaq üçün, əməllərini islah edən olmaq üçün, ərzdə Allah'ın xəlifəsi olması üçün, Allah'ın adamlıq məqamına çatması üçün Allah hər bir kəsə təklif edir onu. Artıq o yükün altına girmək, o vəzifəni qəbul etmək, o hər bir kəsin özündən asılıdır. Yəni ona görə də bu günləri əgər bizlər bu neməti yad ediriksə, bu nemətə görə Rəbbimizə şükr ediriksə, minnətdarlıq ediriksə və biz biliriksə ki, bu nemət Allah'ın aləmlərdən bizlərə əta etdiyidir, bununla nə özümüzü bəyənirik, nə təkəbbürlük edirik, nə də insanlardan özümüzü artıq sayırıq. Çünki bu fəzil Allah'ın əlindədir. Çünki Allah'dır qüdrətli, əzəmətli, fəzil sahibi, öz fəzlini də istədiyi bəndəsinə əta edir. İnşallah mənim vaxtım tamam olur. Mən burada çıxışı, yəni bu qiraəti tamamlamaq istəyirəm. 87-ci ayətlə. Uca hikmətli olan Allah doğru buyurur. Rəbbimiz cəzalandırma bizə əgər undarıqsa yaxud xəta edəriksə. Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə o kəslərin ki bizdən qabaqlar idilər. Rəbbimiz yükləmizə nə ki taqətimiz yoxdur ona. Əfv et bizdən, bağışla bizim üçün, rəhmət bizə. Sən bizim Mevlamızsan, yardım et bizə üzərində kafir görmə. Rəbbimiz qəlblərimizin əyilməyinə imkan vermə, ondan sonra hidayət edibsən bizi. Bəxş et bizim üçün öz yandan rəhmət, həqiqətən sən baxarsan. Rəbbimiz sənin bizə nazil edəcəyin xeyrə möhtacıq. Rəbbimiz öyrət bizə şükr edək sənin nemətdən ki nemət verdin bizə və bizim valideynlərimizə. Ondan ötək əməllərimizi islah edək, sən ondan razı olsun. Rəbbimiz sənə təvəkkül edirik, sənə tərəf döndük, sənə tərəfdir qayıdış. Həmd, şükür, sənə, tərif Allah üçündür, Rəbbi də aləmlərin. Allahın sülhü, əmnamanlığı, rəhmət və bərəkət olsun üzərinizdə. Və üzərində Allaha iman getirib əməllərini islah edən bir-birini haqq ilə, səbirlə tövsiyə edən bəndələrini. İnşallah sabah görüşənə qədər.